1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti süqut edir. Ölkə bolşeviklər tərəfindən işğal olundu və Azərbaycan Sovet Sosialist Respublikası quruldu. Moskva və Kremlin regionda yaratdığı yeni düzənə əsasən Azərbaycan, Ermənistan və Gürcüstan arasındakı sərhədlərin yenidən çəkilməsi prosesinə başlandı. Bu prosesdə əsas mübahisə doğuran ərazilər Qarabağ, Zəngəzur və Naxçıvan oldu. 1920-21-ci illərdə Zəngəzurun Ermənistana verilməsi məsələsi gündəmə gəldi. Bu məsələ Qafqaz bürosunda və Azərbaycan rəhbərliyində ciddi fikir ayrılıqları yaratdı. Eyni dövrdə Qarabağın statusu da mübahisəlidir. Ermənistan bu bölgəni özünə tələb edirdi. Sovet rəhbərliyi balans yaratmaq üçün Zəngəzuru Ermənistana verir. Amma Qarabağ Azərbaycanın tərkibində muxtar vilayət kimi saxlanılır. Bu qərarlar zamanı Əli Heydər Qarayev kimi şəxslər Kremlinə sadiq qalaraq bu güzəştləri dəstəkləyir. Nərman Nərmanov kimi şəxslər isə buna qarşı çıxır. Əli Heydər Qarayev Bolşevik partiyasının loyal üzvü idi. Moskvanın qərarlarını şərtsiz dəstəkləyirdi. Zəngəzur və Qarabağ kimi ərazilərin Ermənistana verilməsi fikrinə açıq idi. Çünki onun əsas məsələsi Sovet ideologiyasına sadiqlik idi. Milli sərhədlər isə onun üçün ikinci planda qalırdı. Bir gün bu fikirlərini parlament kürsüsündə açıq-aydın dilə gətirdi. Ondan sonra kürsüyə çıxan Nərman Nərmanov əsəbi idi. Nərmanov məsələ ilə bağlı nitqinə başladı. Nitqi zamanı bir müddət sonra dözməyib üzünü Əli Heydər Qarayevə çevirib bunları dedi. Əli Heydər, Qarabağ sənin arxan deyil ki, hər gələnə verəsən.